İşğaldan azad edilən ərazilərə böyük qayıdış uğurla davam etdirilir. Bu mərhələdə Xocavənd şəhərinin 39, Qırmızı Bazar qəsəbəsinin 16, Xanlımbay kəndinə isə 13 ailə köçürülüb. Əzəli yurdlardan qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Allah şəhidlərimizə rəhmət edəsin. Sevinirik. Sevincimizin həddi yoxdur. Torpağımıza qaydırıq. Gözəl gündür. 33 ildən sonra öz torpağımıza gedirik. Sifrət tək gəlmişdi. İndi inşallah 3 oğlumla gedirəm. 29 yaşım vardı. Qəsəbə ora göçürüm. Çox şadam. Heyecanlıyam da, danışa bilmirəm. O qədər sevinç var ürəyimdə. Qarabağa, öz torpağımıza qayıdırıq.